düzgün qidadan başlayır. Amerikalıların standart pəhrizində ateroskleroz, yəni damarların sərtləşməsi, həm kişilərdə, həm qadınlarda ölümün bir nömrəli səbəbidir. Və bu, yeniyetməlik dövründən başlayır. Tədqiqatçılar 15-34 yaş arası 3000 nəfərin ürək və əsas bədən arteriyalarını araşdırıblar. Və nəticə belə olub. Yağ zolaqları artıq gənclikdə yaranmağa başlayır. 20 yaşlarımızda bu zolaqlar lövhələrə çevrilir, 30 yaşlarımızda isə daha da pisləşərək ölümlərə səbəb ola bilər. Ürəkdə infarkt, beyində isə insult riski yaranır. Bu nə qədər yayğındır bilirsinizmi? Araşdırılan bütün gənclərin damarlarında artıq yağ yığılmaları aşkarlanıb. 30 yaşına çatanların çoxunda isə bu yığılmalar lövhələrə çevrilib və damarları daraldıb. 15-19 yaş arasındakiların aortalarına baxın. Yağ təbəqələri artır yaranmağa başlayıb, amma hələ lövhələr formalaşmayıb. Amma 20 yaşlarda artıq lövhələr görünür. 30-a çatanda isə damarlar ciddi şəkildə zədələnmiş vəziyyətdə olur. Bu, bədənimizin əsas arteriyası, aorta üçün belədir. Bəs ürəyimizi qidalandıran koronar damarlar necə? Eyni vəziyyət. Gənclikdə yağ zolaqları, 20 yaşlarda lövhələr, 30-da isə artıq çoxumuzun damarları tıxanmış olur. Yəni, ateroskleroz gənclikdə başlayır. Buna görə də ürək xəstəliyi aşkar olunana qədər gözləməməliyik. Xəstəlik gənclikdə başlayırsa, qarşısını da gənclikdə almaq lazımdır. Axı kim xərçəng şişini böyüyənə qədər gözləyərdi? Yaxud şəkər xəstəsi biri görmə qabiliyyəti itənə qədər gözləyərdimi? Bəs aterosklerozu necə müalicə etməli? LDL xolesterini azaltmaqla, yəni yumurta, ət, süd və fast food kimi qidalar azaldılmalı, doymuş yağlar pəhrizdən çıxarılmalıdır. Əgər bu epidemiyanı dayandırmaq istəyiriksə, həyat tərzimizi erkən yaşdan dəyişməliyik. Bu radikal səslənir? Bəli. Amma unutmayaq ki, bu ölümün birinci səbəbidir. Siqaretlə mübarizədə uğur qazandıq, ağciyər xərçəngi azaldı. Eyni şeyi qida ilə də edə bilərik. Və sağlam qidalanmaq tam təhlükəsizdir. Qidalanma və Dietetika Akademiyasının məlumatına görə, hətta tam bitki əsaslı pəhriz hamiləlikdən qocalığa qədər bütün yaş mərhələləri üçün uyğundur. Aterosklerozun qarşısını almaq növbəti böyük məqsəd olmalıdır. Bəs sübutumuz varmı ki, LDL səviyyəsini həyat boyu aşağı saxlamaq bunu bacarar? Bəli. PCSK9 geni adlanan bir genetik mutasiya var. Təxminən hər 50 Afro-Amerikalıdan biri bu mutasiyaya malikdir. Bu gen onlara təbii olaraq 40% daha az xolesterin verir və nəticədə ürək-damar xəstəliyi riski 88% azalır. Onlarda yüksək təzyiq, artıq çəki, siqaret və diabet halları çox olsa da, xolesterin azlığı onların ürəyini qoruyur. Yəni, LDL nə qədər az və nə qədər uzun müddət az qalırsa, xəstəlik riski bir o qədər azalır. Maraqlısı budur ki, bu 88%lik azalma LDL 100 səviyyəsində olur. Yəni, 100-dən də aşağıya düşmək mümkündür. Amma sual yaranır. Niyə eyni 40 bəndlik azalma dərmanla o qədər təsirli olmur? Cavab sadədir, vaxt. Xolesterini azaltmaqda əsas məsələ nə qədər az olduğu deyil, nə qədər müddət az qaldığıdır. Sağlam həyat tərzi uzun müddətli qoruma yaradır. Məsələn, həyat boyu sağlam qidalananlarda infarkt riski 90% azalır. Amma dərmanla bu rəqəm cəmi 20-30%dir. Əgər müalicəyə yalnız qocalanda başlasanız, LDL-i 70-dən aşağı salmaq lazımdır ki, xəstəliyin gedişi dayansın. Amma erkən yaşda başlasanız, 100 səviyyəsi kifayət edə bilər.
Əgər bütün ömrünüz boyu bu səviyyəni qorusanız, ürək xəstəliyi riski minimuma enir. Amma yalnız yaşlılıqda dərmanla LDL-i salmaq istəyirsinizsə, 70%-in altına düşməlisiniz. Əgər illərlə pis qidalanmısınızsa və artıq ürək xəstəsisinizsə, LDL-i 55 civarına endirmək lazımdır və artıq infarkt keçirmisinizsə, təkrar etməmək üçün ideal səviyyə 30-dur. Bu qədər aşağı xolesterin yalnız yeni lövhələrin yaranmasının qarşısını almır. Mövcud lövhələri də sabitləşdirir ki, partlayıb ölümə səbəb olmasın. Amma sual budur, bəs bu qədər aşağı xolesterin təhlükəlidirmi? Yəni LDL çox az olanda problem yaranırmı? Bunu növbəti videoda öyrənəcəyik.